Beynəlxalq Reytinq Agentliyi İrəvanda münasibətlərin yaxşılaşmasını Azərbaycan reytinqi üçün müsbət amil olaraq qiymətləndirdi. Cənub qaz dəhlizi ilə bağlı da dəyərləndirmələr var. Suriya ordusu yenidən silaha sarılır. Qüvvələr YPG-nin işğalı altındakı bölgəyə daxil olmağa başladı. Arktika üzərində risklər çoxalır. Vikinglər düşərgəsində hərəkətlilik var. Avropa hərbiçiləri Rusiya ilə münaqişəyə hazırlaşır. Dünya mediası qan donduran iddialar irəli sürür. Zaporojye Atom Elektrik Stansiyası üçün lokal atəşkəs elan olundu. Cəbhələrdə isə döyüşlər gedir. Ukrayna kəşfiyyatı yeni dalğanın anonsunu verdi. Son zamanlar bağırsaq infeksiyaları ilə bağlı şikayətlər çoxalır. Mütəxəssislər xüsusi məqama diqqət çəkirlər. Bu infeksiyalar əvvəlki dövrlə müqayisədə daha ağır kliniki gedişlə müşahidə olunur. Ölkədə yeni virus təhlükəsi varmı? Bu və digər xəbərlərin təfərrüatları az sonra ekranlara yaxın əyləşin. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 13 buraxılışı ilə qarşınızdayıq. Studiyada Roya Rauf qızıdır. Ermənistanla münasibətlərin yaxşılaşması Azərbaycanın kredit reytingi üçün müsbət amildir. Moody's Ratings Beynəlxalq Reytinq Agentliyindən belə məlumat verilib. Qeyd olunub ki, Ermənistanla iqtisadi və diplomatik əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşması və geosiyasi gərginliyin yenidən artması riskinin azalması Azərbaycanın suveren kredit reytingi üçün kredit baxımından müsbət amil kimi qiymətləndirilir. Bundan başqa, Beynəlxalq Reytinq Agentliyi Cənub qaz dəhlizi layihəsinin BA3 reytingi və müsbət proqnozu dəyişməz saxlayıb. Məlumata görə layihə Azərbaycanın dövlət zəmanəti ilə xarici valyutada olan bütün borclarının təmin edilməsi səbəbilə hökumətlə eyni səviyyədə qiymətləndirilir. Fitch Beynəlxalq Reytinq Agentliyi isə Bakı ilə münasibətlərin normallaşmasının Ermənistanın iqtisadiyyatının perspektivlərini yaxşılaşdıra biləcəyini hesab edir. Agentlik Ermənistanla bağlı reytinq fəaliyyətində belə qeyd edib. Ermənistan və Azərbaycan sülh sazişinə nail olmaq məqsədi daşıyan birgə bəyannamə imzalayıb. Bu da yaxın perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Yekun sazişin imzalanması qeyri-müəyyən olaraq qalır. Çünki bu, Ermənistanın konstitusiyasına Qarabağla bağlı istinadların çıxarılması məqsədi ilə dəyişikliklər etməsindən asılıdır. Bu isə iyun ayında parlament seçkisindən sonra ümumxalq referendumun keçirilməsini tələb edir. Azərbaycanla və onun vasitəsilə ticarət açılmağa başlayıb. Agentlik Ermənistanın uzun müddətli reytingini BB səviyyəsində təsdiqləyib. Proqnozu isə sabitdən pozitivə dəyişdirib. Fitch həmçinin Azərbaycanın bank sisteminin dollarlaşmasının yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycanın təbii qaz ixracının Avropa bölgəsində arealı son illərdə davamlı şəkildə genişlənməkdədir. Son 5 il əhatə edən dövrdə Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya 50 milyard kubmetrdən artıq Azərbaycan təbii qazı ixrac olunub. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqının Rusiya qazına qarşı tətbiq etdiyi məhdudiyyətlər bu bazarda Azərbaycan qazının strateji əhəmiyyətini daha da artırıb. Məlum olduğu kimi TAP vasitəsilə Azərbaycan artıq Almaniya və Avstriyada qaz tədarükünə başlayıb. Beləliklə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya yüksəlib. Mütəxəssislər bu addımı ölkə iqtisadiyyatı üçün mühüm nailiyyət kimi dəyərləndirirlər. Onların fikrincə, bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun bariz göstəricisidir. Azərbaycan iqtisadiyyatında yeni bir uğur özünü göstərir. SOCAR Trans-Adriatik boru kəməri vasitəsilə icra edilən qazın həcmini artırıb. Qurumdan verilən məlumata görə bu aydan etibarən Azərbaycan daha 2 ölkəyə, Almaniya və Avstriyaya qaz ixrac edir. Avropadakı coğrafi əhatəsini genişləndirən qaz ixracı xəritəsi İtaliya üzərindən keçərək Avstriya və Almaniyaya ötürüləcək. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Mütəxəssislər bildirirlər ki, bu Azərbaycan iqtisadiyyatı üçün mühüm bir haldır. Bu, həmçinin büdcə üçün artıma səbəb olacaq. Ümumi olaraq ölkəyə daxil olan gəlirin artması, yəni ixracdan olan gəlirin artması, valyuta ehtiyatlarının çox möhkəmlənməsi və stabil qalması, ölkəyə daxil olan valyutanın artımı, həmçinin Cənub qaz dəhlizinin tam gücü ilə işləməsi burada üstün tərəf kimi sayılır.
Qeyd edək ki, Azərbaycanın ilk qaz ixracı 2006-cı ildə Cənub Qafqaz boru kəməri ilə Gürcüstana, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyəyə ixrac edilib. Ölkəmizin iki ölkəyə olan yeni ixracatı TAP vasitəsilə həyata keçiriləcək. Boru kəmərinin layihəsi 2013-cü ilin fevralında, təməl qoyma mərasimi isə 2016-cı ilin 17 may tarixində həyata keçirilib. Kommersiya işlərinə isə 2020-ci ilin sonlarında başlanılıb. Azərbaycanın TAP vasitəsilə həyata keçirdiyi ixrac işləri Şah Dəniz 2 tərəfindən görülür. İlkin plana görə onun beynəlxalq bazara daşıdığı Azərbaycan qazının həcmi 16 milyard kub metr idi. Bugün isə onun həcmi daha da artırılıb. Qeyd olunur ki, Azərbaycanın belə bir qərara imza atması onun digər istiqamətlərdə də inkişafı və əməkdaşlıqda açar rolunu oynaması üçün bir şansdır. Avropanın iqtisadi gücü olan, lideri olan Almaniya və Avstriya ilə bu cür əlaqələrin genişləndirilməsi və Azərbaycanın bu ölkələrin enerji təhlükəsizliyində kiçik də olsa rol alması ölkəmizin maraqlarına uyğundur və ölkəmizin qərbə inteqrasiya prioritetinə və balanslı ticarət siyasətinə uyğun qərardır. Qeyd olunur ki, bu kimi ölkələrin Azərbaycandan qaz alması onların da enerji təhlükəsizliyi üçün yaxşı addımdır. Əlavə olaraq bu həm də Azərbaycanın Avropa ölkələri tərəfindən sadiq enerji mənbəyi kimi tanınmasına və bu sferada da etibarlı ölkə olacağına vəd verir. Rusiya vətəndaşı olan erməni iş adamı Samuel Karapetyan barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib. Məlumatı onun vəkili Aram Vardivanyan məlumat verib. Onun sözlərinə görə 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib. Nəticədə ev dustaqlığı qərarı verilib. Bu siyasi təqibin absurd intensivliyini göstərir. Həbs tələbi rədd edilsə də ev dustaqlığı tətbiq olundu. Bununla yanaşı Samuel Karapetyanın ictimai çıxışlarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb deyə vəkil bildirib. Məsələ ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat verməyib deyə. Qeyd edək ki, ötən ilin iyununda Ermənistan məhkəməsində Karapetyana qarşı hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış maddəsi üzrə ittiham irəli sürülüb. Suriya ordusu yenidən silaha sarılır. Qüvvələr YPG-nin işğalı altındakı bölgəyə daxil olmağa başladı. Arktika üzərində risklər çoxalır. Vikinglər düşərgəsində hərəkətlilik var. Avropa hərbçiləri Rusiya ilə münaqişəyə hazırlaşır. Dünya mediası qan donduran iddialar irəli sürür. Zaporojye atom elektrik stansiyası üçün lokal atəşkəs elan olundu. Cəbhələrdə isə döyüşlər gedir. Ukrayna kəşfiyyatı yeni dalğanın anonsunu verdi. Son zamanlar bağırsaq infeksiyaları ilə bağlı şikayətlər çoxalır. Mütəxəssislər xüsusi məqama diqqət çəkirlər. Bu infeksiyalar əvvəlki dövrlə müqayisədə daha ağır kliniki gedişlə müşahidə olunur. Ölkədə yeni virus təhlükəsi var. Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin direktoru Rafael Grossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerdə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəlindiyini elan edib. Bununla bağlı qurumun saytında dərc olunan mətbuat açıqlamasında bildirilib. Bugün Beynəlxalq Atom Enerjisi üzrə Agentlik Rusiya və Ukrayna arasında yerdə atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə edib. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işləri başlamağa imkan verəcək deyə məlumatda qeyd olunub. Ukrayna prezidenti Volodymyr Zelenski Birləşmiş Ştatlar administrasiyası ilə aparılan danışıqlarda bir sıra strateji məsələlər üzrə ciddi fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib. Dövlət başçısı Vaşinqtonla intensiv təmasların dayandırılmadığını, lakin bütün mövzularda ortaq mövqeyə gəlməyin hələlik mümkün olmadığını deyib. Prezident verdiyi açıqlamada Ukrayna nümayəndə heyətinin Rusiya ilə müharibəyə son qoymaq məqsədi daşıyan növbəti danışıqlar çərçivəsində Birləşmiş Ştatlara yola düşdüyünü də təsdiqləyib. Zelenski vurğulayıb ki, hava hücumuna müdafiə məsələsi Ukraynanın müttəfiqləri üçün əsas prioritet olaraq qalır. Eyni zamanda Ukrayna kəşfiyyatına istinadən Rusiyanın enerji infrastrukturuna qarşı yeni kütləvi hücumlar planlaşdırdığı barədə xəbərdarlıq edib.
Növbəti həftəyə hazırlaşırıq. Davosda keçiriləcək görüşlərin məhsuldar və konkret nəticələr verməsi üçün aydın məzmuna ehtiyac var. Yəni həm müzakirələrin, həm də sənədlərin məzmunu dəqiq olmalıdır. İndi boş bəyanatlar və formal görüşlər üçün vaxt yoxdur. Hər kəsin sülhə, real təhlükəsizliyə və normal iqtisadi inkişafa bərabər ehtiyacı var. Bütün bunlar Amerika tərəfi ilə birlikdə hazırladığımız sənədlərdə əksini tapmalıdır. Vaşinqton ilə çox yaxşı əməkdaşlıq etmişik. Sadəcə bəzi məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Danışıqlar prosesində Ukraynanın maraqlarını şəxsən müdafiə edirəm və Kiyev bu məsələdə fəal mövqe tutur. Bugün Miami'də Ukrayna və Birləşmiş Ştatlar nümayəndələri gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumun zamanı imzalaması nəzərdə tutulan 2 sənədi yekunlaşdıracaqlar. Belə bir açıqlama Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Olga Stefanshinardadan gəlib. Prezident Volodymyr Zelenskinin vurğuladığı kimi biz 2 əsas sənəd üzərində işləyirik. Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri və iqtisadi rifah haqqında sazişlərin imzalanması nəzərdə tutulur deyə o açıqlama verib. Çexiya prezidenti Petr Pavel Rusiya-Ukrayna münaqişəsinin həlli planının Kiyev tərəfindən ağrılı güzəştlər ehtiva etdiyini bildirib. Dövlət başçısı bu açıqlamanı Ukrayna prezidenti Volodymyr Zelenski ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə Ukrayna hakimiyyəti bunun əsl sülhə gətirib çıxaracağı şərti ilə onlarla razılaşmağa hazırdır. Danışıqlar zamanı ölkə başçıları hərbi əməliyyatlara son qoyulması şərtlərini müzakirə ediblər. Petr Pavelin fikrincə Kremlə təzyiq göstərilməyənə qədər Rusiya hakimiyyəti istənilən təklifi rədd edəcək. Bugün təzyiq əsasən iqtisadi və ya siyasi ola bilər deyə o fikrini izah edib. Suriya ordusu artıq Hələbin şərq ətrafındakı Deyr Hafir bölgəsində yerləşməyə başlayıb. Bəyanatı Suriya ordusunun komandanlığı verib. Biz Aleppo'nun şərq ətrafındakı Deyr Hafir şəhərində hərbi nəzarətimizin tam təmin olunduğunu elan edirik deyə ordusunun əməliyyatlar komandanlığından açıqlanıb. Komandanlıq əlavə edib ki, hazırda ordunun əsas vəzifəsi şəhərin təhlükəsizliyini təmin etmək, habelə minalar və partlamamış sursatlardan təmizləməkdir. Eyni zamanda ordunun Maskana və Dipsi Afdan bölgələrinə irələməyə başladığı qeyd olunub. Suriya keçid dövrünün prezidenti Əhməd Əl-Şarra Kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada Kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq Kürd dilinin dövlət dili kimi tanındığı vurğulanıb. AFP xəbər verir ki, fərmana əsasən Kürd dili əhalinin, yəni Kürdlərin əhəmiyyətli bir hissəsinin təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq. 1962-ci il əhali siyahıya alınmasında vətəndaşlıqdan məhrum edilən Kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Bundan əlavə 21 Martda qeyd olunan Kürd bayramı Novruz rəsmi status alıb. Qəza sektorunda formalaşdırılan Sülh Şurasının tərkibi açıqlanıb. Ağ Evin yaydığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trumpın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurası konsepsiyasının həyata keçirilməsi məqsədi ilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahələrində təcrübəyə malik liderlərdən ibarət icra edici şura formalaşdırılıb. Qurumun tərkibinə Birləşmiş Ştatlar dövlət katibi, prezidentin xüsusi nümayəndəsi Trumpın kürəkəni, Böyük Britaniyanın sabiq baş naziri, Amerikalı milyarder Mark Rowan, Dünya Bankının rəhbəri, eləcə də Birləşmiş Ştatların Milli Təhlükəsizlik üzrə müşavirinin müavinin daxil edilib. Birləşmiş Ştatlar Mərkəzi Komandalığının xüsusi əməliyyatlar qüvvələrinin komandanı general-mayor Kasper Jeffers isə qəzada beynəlxalq sabitləşdirmə qüvvələrinin rəhbəri təyin olunub. O, təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad, dayanıqlı mühitin yaradılması məqsədi ilə təhlükəsizlik əməliyyatlarına rəhbərlik edəcək. Hər tərəfli demilitarizasiyanı dəstəkləyəcək, həmçinin humanitar yüklərin və bərpa üçün nəzərdə tutulan materialların təhlükəsiz çatdırılmasını təmin edəcək. Arktika üzərində risklər çoxalır. Vikinglər düşərgəsində hərəkətlilik var. Avropa hərbçiləri Rusiya ilə münaqişəyə hazırlaşır. Dünya mediası qan donduran iddialar irəli sürür. Son zamanlar bağırsaq infeksiyaları ilə bağlı şikayətlər çoxalır. Mütəxəssislər xüsusi məqama diqqət çəkirlər. Bu infeksiyalar əvvəlki dövrlə müqayisədə daha ağır kliniki gedişlə müşahidə olunur. Ölkədə yeni virus təhlükəsi var.
Kanada'nın baş naziri Mark Carney, Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri fonunda NATO'nun 5-ci maddəsini xatırladı. Məlumatı CTV telekanalı verib, bizim tərəfdaşlığımız qüvvədə qalır. NATO'nun nizamnaməsinin 5-ci və 2-ci maddələri üzrə öhdəliklərimiz də qüvvədədir və biz onları tam şəkildə dəstəkləyirik deyə Carney diqqətə çatdırıb. Onun sözlərinə görə Kanada hesab edir ki, Qrenlandiya öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməlidir. Avropa Şurasının prezidenti Antonio Costa Avropa İttifaqı Mercosur razılaşmasının tarixi addım adlandırıb. O hesab edir ki, sözü gedən müqavilə Avropa investisiyaları və texnologiyalarının regionda əlavə dəyər yaratmasına yönəlib. Costa Qrenlandiya mövzusuna da toxunub, vurğulayıb ki, adanın təhlükəsizliyi NATO çərçivəsində kollektiv şəkildə həll olunmalıdır. Bu tarixi bir gündür, çünki dünyanın ən böyük ticarət sazişi imzalanır. Danışıqlara 25 il əvvəl başlanıb və Braziliya prezidenti Lula da Silva bu prosesin yekunlaşmasında həlledici rol oynayıb. Bizim siyasətimiz sadəcə resursları çıxarmaq deyil, Avropa investisiyaları və texnologiyaları vasitəsilə əlavə dəyəri məhz yerində yaratmaqdır. Qrenlandiyanın təhlükəsizliyinə gəlincə isə bu iki tərəfli məsələ deyil, NATO çərçivəsində həll edilməli olan kollektiv təhlükəsizlik məsələsidir. Belə hallarda müttəfiqlər olaraq birlikdə cavab verməliyik. Norveçdə Vikinglər düşərgəsində Avropa hərbiçiləri Rusiya ilə mümkün münaqişəyə hazırlaşırlar. Bunu iddia ilə Politico nəşri çıxış edib. Geniş tirajlanan xəbərə əsasən Böyük Britaniya hərbiçiləri üçün nəzərdə tutulan həmin təlim düşərgəsi Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsindən sonra 2023-cü ildə açılıb. Hərbiçi sayının bu yaz 1500-ə gələn il isə 2000-ə çatacağı gözlənilir. Manevrlar NATO'nun kollektiv müdafiə haqqında 5-ci maddəsinin aktivləşdirilməsi halında qoşunların yerinə yetirəcəyi missiyaları imitasiya edir. Norveçin Xarici İşlər Naziri isə qeyd edib ki, Arktikanın onun ölkəsinə aid hissəsi üçün risk daha birbaşa xarakter daşıyır. Şərq sərhədimizin o tayında Kola yarımadası və Murmansk yerləşir. Bu regionda dünyada ən böyük nüvə silahı cəmləşməsi mövcuddur və xüsusilə Rusiyanın cavab zərbəsi potensialı məhz oradadır. Onlara açıq okeana çıxış lazımdır. Lakin müharibə şəraitində biz onların bu çıxışa malik olmasını istəmirik deyə o bildirib. Arktika bugün dünyanın ən soyuq, amma ən gərgin siyasi məkanlarından birinə çevrilir. Qrenlandiya ətrafında verilən mesajlar böyük güclərin bölgəyə baxışını açıq şəkildə ortaya qoyur. Bir tərəfdə hərbi risklər və rəqabət dayanarkən, digər tərəfdə isə əməkdaşlıq mesajları verilir. İndi Arktika dünya gücləri üçün həm qarşı durma xətti, həm də dialoq fürsəti ola bilər. Hansı ssenarinin gerçəkləşəcəyini isə yaxın dövrdə atılacaq real addımlardan asılı olacaq. Daha ətrafı sıradakı materialda. Hazırda dünya ictimaiyyətinin diqqəti buzlaqlara, Arktika bölgəsinə yönəlib. ABŞ-nin Qrenlandiya bizə lazımdır açıqlamasından sonra bir sıra ölkələr bölgədə hərbi gərginliyin arta biləcəyindən ehtiyat edir. Bununla yanaşı Arktikada yeni iqtisadi layihələrin gündəmə gələ biləcəyi ilə bağlı məlumatlar da yayılır. Belə ki, ABŞ Ticarət Palatasının Rusiyadakı nümayəndəliyinin rəhbəri Robert Age bildirib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması halında Arktika regionunda birgə layihələrin həyata keçirilməsi mümkündür. Dövlətlərarası münasibətlərdə normallaşma baş verərsə, məhz Arktika Rusiya-ABŞ əməkdaşlığının yenidən başladığı əsas platformalardan biri ola bilər. Kütləvi informasiya vasitələrində yer alan məlumatlara əsasən, Rusiya nümayəndələri artıq Amerikalı həmkarları ilə bu istiqamətdə mümkün təşəbbüsləri müzakirə ediblər. Arktika regionu zəngin təbii ehtiyatlara malikdir. İqlim dəyişiklikləri fonunda nadir torpaq metalları da daxil olmaqla bu resurslara çıxış imkanları getdikcə genişlənir. Bu proseslər fonunda Ağ Evin rəsmi səhifəsində bir neçə gün əvvəl yayımlanan paylaşım da diqqətdən yayınmayıb. Paylaşımda Arktikanın mühüm hissəsini əhatə edən, Qrenlandiyanı simvolizə edən xizəyin qarşısında iki yol göstərilir. Biri günəşli Amerika istiqamətinə, digəri isə qaranlıq və şimşəkli Rusiya ilə Çinə aparır. Mesajın siyasi məzmun daşıdığına isə şübhə yoxdur. Maraqlıdır ki, bu paylaşımdan qısa müddət sonra Vaşinqton rəsmilərinin Arktika ilə bağlı daha optimist açıqlamalar səsləndirməsi ziddiyyətli məqam kimi dəyərləndirilir.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin sentyabrında keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında Moskvanın Arktika regionunda ABŞ ilə əməkdaşlığa açıq olduğunu bəyan etmişdi. Ekspertlər isə hesab edirlər ki, tərəflər arasında əməkdaşlıq mümkündür, lakin bu yalnız məhdud və konkret layihələrlə məhdudlaşa bilər. Geniş mənada iqtisadi imkanları, yəni ki, iqtisadi əməkdaşlığı mən istisna edirəm. Hesab edirəm ki, məhdud layihələri həyata keçirə bilər və orada da Rusiyanın həqiqətən də imkanları mövcuddur. Amerika Birləşmiş Ştatları Rusiyanın bu imkanlarından istifadə edərək orada bu layihələri həyata keçirə bilər. Buzlaqlar üzərində gedən bu mübarizə təkcə iqlim və iqtisadiyyatla məhdudlaşmır. Eyni zamanda böyük güclərin siyasi mesajlaşma meydanına çevrilir. Bir tərəfdən rəqabət və risklərdən danışılır, digər tərəfdən isə əməkdaşlıq ehtimalları gündəmə gətirilir. Arktika bugün Birləşmiş Ştatlar və Rusiya üçün həm qarşıdurma, həm də dialoq məkanı ola bilər. Hansı yolun seçiləcəyi isə verilən mesajlardan yox, atılacaq real addımlardan asılı olacaq. Məhz bu addımlar bölgənin gələcək taleyini müəyyən edəcək. Venezuelanın müvəqqəti prezidenti Delcy Rodriguez hökumət tərkibində bir sıra kadr dəyişiklikləri həyata keçirdi. Bu, X sosial şəbəkəsindəki hesabında bununla əlaqədar paylaşım edib. Rodriguez'in qərarlarından biri sənaye və milli istehsal, eləcə də Milli Ticarət Nazirliklərinin bir qurumda birləşdirmək olub. Mən ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sənaye, milli istehsal və Milli Ticarət Nazirliklərinin birləşdirmək qərarına gəldim. Yeni quruma nazir Luis Antonio Villegas rəhbərlik edəcək deyə o müvəqqəti prezident deyib. O həmçinin nəqliyyat, ekososializm, rabitə və informasiya nazirliklərinin rəhbərlərini də dəyişib. Bütün yeni nazirlər əvvəlki hökumətin tərkibində olublar və ya Venezuelada hakim sosialist partiyasının üzvləridirlər. Amerika Birləşmiş Ştatlarının 3 yanvarda etdiyi hücum nəticəsində 47 Venezuela hərbiçisi və 32 Kuba əskəri də daxil olmaqla 83 nəfər həlak olub. Bu barədə Venezuela Müdafiə naziri Vladimir Padrino Lopez yerli Primicia nəşrindən bildirib. Birləşmiş Ştatlar hərbi məqsədinə nail olub, amma vətən öz mövqeyində dayanır. Həyatını qurban verən 47 kişi və qadın var deyə Padrino Lopez vurğulayıb. O əlavə edib ki, ən azı 112 nəfər yaralanıb. Son zamanlar bağırsaq infeksiyaları ilə bağlı şikayətlər çoxalır. Mütəxəssislər xüsusi məqama diqqət çəkirlər. Bu infeksiyalar əvvəlki dövrlə müqayisədə daha ağır kliniki gedişlə müşahidə olunur. Ölkədə yeni virus təhlükəsi var. Dünya bazarında Azerlight markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,8% artaraq 70,54 ABŞ dolları təşkil edib. Həracların nəticələrinə əsasən Brent markalı neftin mart füçesilərinin qiyməti 67,76 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azerlight markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,9 ABŞ dolları və ya 1,63% artaraq 68,8 ABŞ dolları təşkil edib. Azərbaycanın bu iki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının milli koordinatoru Anar Quliyev Cenevrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci yüksək səviyyəli toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsində çıxış edib. Müzakirələrdə iqlim dəyişikliyi, məcburi köçkünlük və demografik dəyişikliklərin mənzil məsələsini şəhər gündəliyinin mərkəzindən çıxardığı vurğulanıb. Komitə sədri Azərbaycanın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin yenidən və daha yaxşı qur prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirən yenidən qurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb. Anar Quliyev həmkarlarını 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştiraka dəvət edib. Bugün saat 11:30 radələrində 20 yanvar stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən verilən açıqlamaya görə dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
Yanvarın 16-sında Respublikada qeydə alınan 58 əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya əsasən axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlaması ilə bağlı 25 fakt müəyyən edilib. Cinayət öyrətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 112,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Son vaxtlar ölkə üzrə mövsümi infeksiyalarla bağlı vəziyyət diqqət mərkəzindədir. Böyüklərlə yanaşı uşaqlar arasında da virusun yayılması azyaşlıların dərsə davamiyyətinə mənfi təsir göstərir. Xəstəliklərin gedişatı, risk qrupları və profilaktik tədbirlər cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Sıradakı video materiala nəzər salaq. Son aylarda virus və bağırsaq infeksiyaları ilə bağlı şikayətlərin artması müşahidə olunur. Diqqət çəkən məqamlardan biri bu infeksiyaların əvvəlki dövrlərlə müqayisədə daha ağır kliniki gedişə malik olmasıdır. Mütəxəssislərin fikrincə virusların sürətlə yayılmasının əsas səbəbləri sırasında havanın temperaturunun azalması, quru hava, immunitetin mövsümi olaraq zəifləməsi, günəş işığının və D vitamini sintezinin azalması, həmçinin qida rasionunda vitaminlərin daha az qəbul edilməsi dayanır. Hazırda ən çox rast gələn infeksiya mövsümi A qripidir. Xüsusilə hər il fevralda bu infeksiyanın yayılmasında pik dövrü müşahidə olunur. Qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən daha ağır və fəsadlı keçir. A qripi, yəni influenza A virusunun törətdiyi bir qrip növüdür. Digər qriplərdə olduğu kimi hava damcı yolu ilə əsasən yoluxur bir insandan digər insana və bunun simptomları kəskin dönəmdə baş ağrısı, qızdırma, bulantı, qusma, bütün bədənin ağrıması, bu şikayətlər əsasən olur. Hansı xəstələr risk qrupundadır? Əsasən uşaqlar, 65 yaşdan yuxarı insanlar və xronik bir xəstəliyi, şəkər, təzyiq ya da ki, onkoloji xəstəliyi olan insanlar risk qruplarındadır. Bu günlərdə vətəndaşlarda infeksiyalar tez-tez mədə bağırsaq əlamətləri ilə müşahidə olunur. Xüsusilə uşaqlarda qrip, adenovirus infeksiyası, rotavirus və digər viruslara rast gəlinir. Bu cür infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin 3 gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün belə həkimə müraciət etməyə əsas verən ciddi siqnaldır. Rotavirus infeksiyasına yoluxanlar isə mütləq həkim məsləhəti almalı, özbaşına müalicədən çəkinməlidirlər. Risk qrupunda olan ağırlaşma ehtimalı yüksək olan şəxslərdə qrip əleyhinə vaksin mütləq tövsiyə olunur. Ölkəmizdə də Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksin gətirilib. Klinikalarda tam ödənişsiz şəkildə klinikalara verilib. Bütün virus mənşəli xəstəliklərdə istifadə olunan qayda-qanunlar var ki, bunlardır. Bunlar nədir? Şəxsi gigiyena qaydalarına əməl olması, xəstə şəxsin özünü mümkün qədər qapalı ortamlardan cəmiyyət içərisində təcrid etmələri, cəmiyyət içərisində çıxacaqsa da mütləq şəkildə maska taxmaları mütləq vacibdir. Mütəxəssislər mövsümi infeksiyalardan qorunmaq üçün profilaktik tədbirlərə ciddi əməl olunmasının vacibliyini vurğulayırlar. Xüsusilə risk qrupuna daxil olan şəxslər və uşaqlar üçün bu tövsiyələrə əməl olunması sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İndi isə sürücülərə çatdıracağımız xəbəri təqdim edirik. Belə ki, ölkədə havanın yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Bu məqsədlə yol polisi sürücülərə müraciət ünvanlayıb. Xəbərdarlıqda hərəkət iştirakçılarının diqqətinə nələr çatdırılıb, məlumatı əməkdaşımız Rəqsanə İbrahimzadə bizə təqdim edəcək. Salam Rəqsanə, sürücülər qarlı hava şəraitində hansı qaydalara əməl etməlidir? Buyur, səni eşidirik. Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq ünvanlayıb və təqdim olunan xəbərdarlığın detallarına nə var? Bu barədə məlumatları diqqətinizə çatdıracaq. Bilirik ki, 17-22 yanvar tarixlərində ölkə ərazisində Bakıda və Abşeron yarımadasında dəyişkən qeyri-sabit hava şəraiti hökm sürəcək və təbii ki, elə məhz bununla bağlı olaraq yağıntının çox olması ilə əlaqədar olaraq yolların sürüşkən olacağı diqqətdə saxlanmalıdır. Çünki belə olan halda yollar buz bağlayacaq və bu da sürücülər üçün
üçün çətin anlar yaşanacaq və elə Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraitini əsas tutaraq, rəhbər tutaraq sürücülərə xəbərdarlıq ünvanlayıb qeyd edir ki, mütləq şəkildə yola çıxmamışdan öncə avtomobilin sazlıq vəziyyətinə diqqət etmək lazımdır. Texniki baxımdan yoxlanışdan keçdikdən sonra hərəkət etmək tövsiyə olunur. Çünki əksi halda qəza riski daha da artmış olur. Eyni zamanda diqqət yayındırıcı vasitələrdən istifadə edilməsi, qulaqçıqlardan və yaxud da telefonu baxmaq yenə tövsiyə olunmur. Eyni zamanda mütləq şəkildə yola çıxmamışdan öncə dediyimiz kimi həm texniki baxışdan keçməlidir avtomobil və bununla paralel olaraq diqqət yayındırıcı vasitələrdən istifadə etməmək, yüksək sürət tövsiyə olunmur. Çünki bu zaman tormoz sistemi, əyləş sistemi çalışmaya bilər ki, bu da yollarda qəza riskini daha da artırmış olar. Eyni zamanda nəzərə alınmalıdır ki, yəni bugün həftə sonudur və həftə sonu ərzində, həftə sonu günlərində insanlar müxtəlif ərazilərə səyahət edir və bu baxımdan da hərəkət intensivliyinin çoxluğu nəzərə alınaraq məsələ təhlükəsizlik qaydalarına əməl olunması məsələsi daha da ön plana çıxır və bu baxımdan sürücülər eyni zamanda yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar sadallanan məqamlara diqqət etməlidir. Yüksək sürət olmaz, yüksək sürət yenə tövsiyə olunmur və mütləq şəkildə elə yollarda, yol nişanlarında göstərilən tövsiyələrə əməl etmək və sürət həddinə əməl etmək tövsiyə olunur. Baş Dövlət Yol Polisi İdarəsi müraciəti ilə bağlı çatdıra biləcəklərimiz bu qədərdir. Bir-iki yollarda da qumlama və duz tökmə işləri davam etdirilir. Məhz elə buzun qarşısının alınması məqsədi, təhlükənin qarşısının alınması məqsədilə. Amma yenə də bu prosesdə təhlükəsizlik baxımından həm sürücülərin, həm də piyadaların üzərinə çox yük düşür ki, mütləq şəkildə qaydalara əməl olunması vacibdir. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidə sizdədir. Minnətdarıq Rəqsanə ətraflı informasiyaların üçün. Qeyd edək ki, bizimlə canlı bağlantıda əməkdaşımız Rəqsanə İbrahimzadə idi. Bəs sabah bizi hansı hava şəraiti gözləyir? Bu barədə detalları öyrənmək üçün canlı bağlantıda olan əməkdaşımız Fidan Mədatova bizə çatdıracaq. Hər vaxtın xeyir olsun Fidan. Sinoptiklərin proqnozlarını səndən eşidək. Salam Röya, hər vaxtınız xeyir olsun. Bəli, detallı şəkildə informasiyalar qeyd edəcəyiniz istiqamətdə sizlə bölüşməyə çalışacaq. Belə ki, yanvar ayının 18-nə, yəni həftə sonuna gözlənilən proqnozla sizə tanış eləməyə çalışacağım. Milli Hidrometeorologiya Xidmətinin rəsmi açıqlamaları da öncədən vurğulayım ki, bölüşəcəyim informasiyalar. Yanvar ayının 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin müəyyən qədər yağıntılı keçəcəyi ilə bağlı informasiyalar var. Yağıntılar axşama doğru intensivləşəcək. Bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla bərabər şəkildə yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq. Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmurlu keçəcəyi gözlənilir. Bəzi dağlıq və dağıtay ərazilərdə isə qarlı, sulu qar və qar yağacağı ilə bağlı informasiyalar var. Ayrı-ayrı yerlərdə yağıntı intensiv olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə təbii ki, bölgə ərazilərdə daha aşağı gözlənilir. Gecə 4 dərəcə şaxtadan 1 dərəcədə isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta. Yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı ilə bağlı informasiyalar var və əsasən dağlıq və dağatay ərazilərdə isə yolların buz bağlayacağı ilə bağlı proqnozlar verilir. Mənim sizlə bölüşdüyüm informasiyalar Milli Hidrometeorologiya Xidmətinin rəsmi açıqlamaları idi, hansı ki, yanvar ayının 18-nə gözlənilən rəsmi proqnozları idi. Ümumilikdə ölkə üzrə bizi necə hava şəraiti gözləyir və ayrı-ayrılıqda bölgələr, eyni zamanda Bakı və Abşeron yarımadası üzrə yağıntıların olub-olmayacağı ilə bağlı informasiyalara toxunduq və havanın təbii ki, şaxtalı keçəcəyi ilə bağlı da, yəni havanın temperaturunun aşağı olacağı ilə bağlı informasiyalar var idi. Bizdən detallar bu qədər idi, söz yenidən sizə ötürürük Röya. Minnətdarıq Fidan, sabaha olan hava proqnozunu tamaşaçılarımıza çatdırdığın üçün qeyd edək ki, bizimlə canlı bağlantıda xüsusi müxbirimiz Fidan Mədatova idi. Belə hörmətli izləyicilər, saatın əsas xəbərləri hələ ki bu qədər. Növbəti saatlarda yenidən görüşünüzə gələcəm. Kanalı dəyişməyin, hələlik.